Hər birinizi salamlayıram. Sizinlə birlikdə bu videoda 2025-ci il 9-cu siniflər üçün nəşr olunmuş topludan agreement, yəni mübtəda ilə xəbər uzlaşması dərsindən bir neçə testin izahına baxırıq. Əvvəlcə gəlin xəbər dedikdə, tək və cəm xəbərlər dedikdə nəyi nəzərdə tutduğumuzu anlayaq. Demək ki, tək xəbərlər dedikdə is, was, has, does və feil üstəgələk s nəzərdə tutulur. Feil üstəgələk s. Cəm xəbərlər dedikdə isə are, were, have və do və sadəcə feil, yəni s-i olmayan feil nəzərdə tutulur. Cəm təki eyni olanlar isə, yəni tək və cəm olan yerlərdə hər birini işlədə bilərik. Bunlar did, had və willdir. Yəni, əgər bizim cümləmizdə mübtədamız təkdədirsə, bundan sonra biz is, was, has, does ya da feil üstəgələk s qoya bilərik. Əgər mübtədamız cəmdədirsə, bu zaman biz are, were, have, do ya da sadəcə feil işlədə bilərik. Və mübtədamızın tək və ya cəm olmasına nasıl olmayaraqsə, had, did, will hər birinə uyğun gəlir. İndi isə bu xatırlatmadan sonra gəlin hər bir testin üzərində qaydamızı tətbiq etməyi öyrənək. Əvvəlcə birinci qeydimizə baxaq. Birinci testimizdə nöqtələrdən əvvəl mountains yazılmasına baxmayaraq bizim cümləmizin mübtədası tripdir. Çünki bu cümlədə söz önü var və yadımızda saxlayırıq ki, ingilis dilində söz önlü hissəcik həmin özündən əvvəl gələn sözü təyin etmək üçün əlavə olunur. Səyahət. Hansı səyahət? Dağlara olan səyahət. Demək ki, trip təkdə olduğu üçün xəbər də təkdə olmalıydı. Ona görə cəm xəbərləri çıxırıq. Cavab olur Y variantı. Tərcümədə deyir ki, dağlara olan səyahət gözəldir. Yadınızda saxlayın, dağlar yox, birbaşa səyahət gözəldir. Ona görə də birinci testdə cavab oldu Y variantı. İndi isə gəlin 6-cı testin izahına baxaq. İsim dərsindən bilirik ki, apostrof S-dən sonraki söz xəbərlə uzlaşan tərəfdir. Shakespeare'in əsərləri nə? Bu cümlədəki mübtəda əsərlərdir. Əsərlər cəmdə olduğu üçün xəbər də cəmdə olmalıdır. Ona görə cavab olur 1, 4, D variantı. Tərcüməyə baxaq. Deyir ki, Shakespeare'in əsərləri göstərilir at the leading theatres of the world. Dünyanın aparıcı teatrlarında göstərilir. İndi isə gəlin 12-ci testə baxaq. Of varsa cümləmizdə mütləq ofdan əvvələ baxırıq. Ofdan əvvəlki sözümüz several sorts. Cəmdə olduğu üçün xəbər də cəmdə olur. Ona görə cavab olur 1, 3, C variantı. Tərcümədə deyilir ki, ətin müxtəlif növləri bu yeməyi bişirmək üçün istifadə olundu. İndi isə baxaq 22-ci testdə. Burada bizdən soruşulan hissə nə idi? Mübtədadan sonra between the two countries verilib. Between sözünü hesab olunur. Ona görə də biz mübtəda ilə uzlaşdırırıq xəbərimizi. Mübtədamız agreement olduğu üçün, tək mübtəda olduğu üçün biz də tək xəbərləri seçirik. Ona görə are, were çıxır. Cavab olur 3, 4, 5. Yəni cavab olur C variantı. Tərcümədə deyir ki, İki ölkə arasında müqavilə imzalandı. Diqqətli olun, ölkə imzalanmadı, müqavilə imzalandı. Əgər cümlənin mübtədasından sonra between, full of ya da istənilən bir söz önü ya da including, according to varsa bu zaman siz mütləq o sözlərdən əvvələ baxmalısınız. Agreement təkdə olduğu üçün xəbərdə təkdə olmalıydı. İndi isə gəlin 24-cü testə baxaq. 24-cü testdə bizə verilən söz cattle'dır. Cattle toplu isimdir, mal-qara deməkdir. Yadımızda saxlayırıq cattle, police, poultry, goods bunlar toplu isimlərdir və bunların xəbəri mütləq cəmdə olmalıydı. Ona görə tək xəbərləri was və izi çıxırıq. Cavab olur 1, 2. C variantı tərcümədə deyil ki, mal-qara Hindistanda müqəddəs hesab olunur. İndi isə gəlin 35-ci testə baxaq. 35 boss qaydası idi. Yadımızda saxlayırıq. Cümlədə boss and varsa mütləq xəbər cəmdə olmalıydı. Məsələn, both my friend and her friend, both my sister and her friend 2 nəfərdir. Ona görə də xəbər cəm olmalıydı. Tək xəbərləri variantımızdan çıxırıq. Cavab olur A variantı. Tərcümədə isə deyilir ki, həm mənim bacım, həm də onun dostları rəsm dərsinə hazır idilər. Rəsm dərslərinə başlamağa hazır idilər. İndi isə 41-ci testə baxaq. 41-də bizə verilən söz Japanese language. Mübtədamız Yapon dilidir. Bilirik ki, gördüyümüz qədərilə dil təkdə olduğu üçün xəbər də tək olmalıydı. Cavab olur D variantı. Cəm xəbərləri variantdan çıxırıq. Tərcümədə deyir ki, Yapon dili çətindir öyrənmək üçün. İndi isə 55-ci testə baxaq. 55-də bizə verilib uşaqların otağı. Əvvəldə qeyd etdiyimiz kimi apostrof S-dən sonraki sözümüz mübtədadır. Otaq yuxarı mərtəbədədir. Yəni otaq təkdə olduğu üçün xəbər olur 1 və 4 Y variantı. Cəm xəbərləri çıxırıq. Uşaqların otağı yuxarı mərtəbədədir. İndi isə 58-ci testə baxaq. Burada da söz önü var, about var, aboutdan əvvələ baxırıq. News sayılmayan isim olduğu üçün xəbər təkdə olmalıydı. Ona görə have been çıxırıq, were çıxırıq. Cavab olur 1, 2. Və buradan da onu qeyd edeyim ki, will be cəm xəbər, həm də tək xəbər hesab olunur. Yəni will be varsa onu həm cəm, həm də tək olan yerlərdə seçə bilərsiniz. Cavab oldu B variantı. Tərcümə ilə deyilir ki, simlislər haqqında olan xəbər sürətlə yayıldı. Xəbər sayılmayan isim olduğu üçün elə özünün xəbəri də təkdə olmalıydı. İndi isə gəlin 63-cü testə baxaq. Burada diqqətli olun, private
private clinics have been. Have-in bizə ipucu verir ki, məndən əvvəlki sözə elə bir şey qoy ki, mən cəmdə ola bilim. Yəni have cəmdir. Biz də qaydadan bilirik. A number of cəm xəbər, the number of isə tək xəbər deməkdir. A number of-un tərcüməsi çoxu, the number of-un tərcüməsi isə sayı deməkdir. Burada özəl klinikaların çoxu ya da özəl klinikaların sayı. Sayı desəydik həz olardı. Ona görə B variantını çıxırıq və Y variantını çıxırıq the number of. A lot of private clinics olsaydı yenə düz olardı. Çünki a lot of-dan sonra cəm isim, cəm xəbər gəlir. İndi isə gəlin ikinci tərəfə baxaq. Yəni birinci tərəfə görə A-da, C-də, D-də uyğun gəlir. İkinci tərəfdə isə doctors verilib, cəm isim və is yazılıb. Demək mən bura elə bir şey qoymalıyam ki, xəbər təkdə ola bilsin. Baxırıq C və D variantının ikinci tərəfi a number of. A number of-dur. Bilirik ki, a number of cəm xəbər olmalıydı. Ona görə cavab oldu. A variantı. Tərcümədə deyilir ki, çoxlu özəl klinikalar bir şəhərdə tikildi və həkimlərin sayı artdı. Demək ki, cavab oldu A variantı. İndi isə gəlin 66-cı testimizin izahına baxaq. Feeling sure of your abilities. Yadımızda saxlayırıq. Cümləmizin mübtədası inkli feildirsə, xəbər təkdə qoyulur. Diqqətli olun. Sure of our abilities öz deyir bacarıqlarımızdan əmin olma hissi, diqqətli olun. Bu cümlənin əsas mübtədəsi hissdir. Hisslər təkdə olduğu üçün ona görə xəbərdə təkdə olmalıdır. A variantındakı have, B variantındakı are, C variantındakı were, Y variantındakı will çıxır. Cavab olur D variantı. İndi diqqətli olun. Biz bayaq dedik ki, will həm cəm, həm də tək xəbərlərdə qoyula bilir. Bəs biz niyə burada seçə bilmirik bunu? Yadınızda saxlayın. Əgər cümlənizdə will varsa, mütləq ondan sonra feil gəlməlidir. Yəni ya will be olmalıydı, ya will become olmalıydı, ya will go, ya will come olmalıydı. Sadəcə will cümləyə gələ bilməz. Necə bizim dilimizdə acaq, əcək şəkilçisi var, İngilis dilində də will o şəkilçisini verir. Və biz necə Azərbaycan dilində bu şəkilçini feilin sonuna artırırıq? Gələcək, gedəcək, olacaq. Eyni ilə də İngilis dilində will feilin əvvəlini artırılaraq onu gələcək zaman edir. Ona görə bu testdə cavab olur D variantı. Self-confidence özgüvən deməkdir. Ona görə də willdən sonra be self-confidence olmalıydı. Ona görə cavab oldu burada D variantı. İndi isə gəlin 71-ci testə baxaq. 71-ci testdə of var, ofdan əvvəl kişi verilib, yəni bir sözlük təkisində. Ona görə biz bura tək xəbərləri seçirik. Cavab olur C variantı. Bu testdə sizi will çaşdıra bilər ki, will niyə mənacı uyğun gəlmir? Axı o həm tək, həm cəm xəbərdir. Buradakı cümlənin mənasına görə uyğun gəlmir. O söz tərcümə ilə deyir ki, çoxlu sözlər verib, amma not of deeds tutmayan insan bir adam mənasında. İnsan alaqotları ilə dolu bağa bənzəyir. Yəni bağ kimidir. Xoşlayır, yox, bağ kimidir. Like bu cümlədə feil deyil. Ona görə də biz burada will seçə bilmərik. Cavab olur C variantı. İndi isə gəlin 76-cı testin izahına baxaq. 76-cı testdə yazılıb ki, there are more traffic inspectors. Yadımızda saxlayırıq. İngilis dilində trafik sözü sayılmır. Lakin traffic inspector iki isim yan yana gələndə əsas məna daşıyan isim sonuncu isimdir. Ona görə də bu cümlədəki əsas mənalı söz traffic inspectorudur. Yəni yol nəqliyyat inspektoru. Inspector cəmdə olduğu üçün xəbər də cəmdə olmalıydı. Ona görə bir doğrudur. İkinci testdə traffic news. Traffic news sözündə əsas məna daşıyan söz news sayılmır. Ona görə these are yox olmalıydı. This is. Üçüncü testdə the traffic inspectors cəm olduğu üçün has yox, have olmalıydı. Dördüncü testdə the traffic news was listened, qulaq asıldı with great interest. 4 düzdür. Demək ki, bu testdə cavab oldu Y variantı. İndi isə baxaq 79-cu testə. 79-da bizdən soruşulur. Cümlənin birinci mübtədası physicsdir. Bilirik ki, elm fənn idman adları sayılmır. Ona görə xəbərdə tək olmalıydı. Ona görə bir doğrudur. İkincidə where is yox, where are olmalıydı. Çünki cins cəm isimdir və cəm isimlərin xəbəri where is yox, where are olmalıydı. 2 yanlışdır. Üçüncü testdə deyir ki, onun valideynlərinin məsləhəti kömək etdi. Advice təkdədir. Apostrof S-dən sonraki sözə baxırıq. Təkdədir. Helps də təkdədir. Feilin sonundakı təklif bildirir. Ona görə 3 doğrudur. There is a lot of deer yox. There are a lot of deer olmalıdır. Çünki bilirik ki, İngilis dilində deer, fish, swine bu sözlər cəmi təki eyni olan sözlərdir. Əgər bunların önündə a lot of, yəni çoxluq bildirən bir söz varsa, demək ki, xəbər is yox, are olmalıydı. Cavab oldu 1, 3, Y variantı. İndi isə gəlin 86-cı testə baxaq. How many lumps of sugar? Bilirik ki, ofdan əvvələ baxırıq. Lumps cəmdədir, was olmaz. 1 çıxdı. 2-də of var, yenə ofdan əvvələ baxırıq. Lumps cəmdədir, xəbər də were put düzdür. Deyir ki, bir neçə qənd dilimi were put into the cup of tea. Bir stəkan çayın içinə qoyuldu. 2 doğrudur. 2 kilos of sugar. Sugardan əvvələ of var, ofdan əvvələ baxırıq. Kilos cəmdə, were cəmdə doğrudur. Deyir ki, 2 kilo qənd alındı grocerdən. 4-də baxırıq. Some more sugar sayılmır deyə were
yox, was olmalı idi. Çünki bu cümlənin mübtədası çoxlu qənd deməkdir. Çoxlu şəkər əlavə olundu kompota. Diqqətli olun, bu cümlədəki were təkdə olmalı idi. Cavab oldu 2, 3, C variantı. İndi isə 92-yə baxaq. Apostrof S var. Apostrof S-dən sonraya baxırıq. Meeting təkdə olduğu üçün xəbər də təkdə olmalı idi. Əslində xəbər burada qoyulub, sadəcə əvvələ gəlib sual düzəldib. Ona görə biz birinci nöqtəyi də təyin edirik. Meeting təkdə olduğu üçün xəbər də təkdə olmalı idi. Ona görə were və have olan variantı çıxırıq. Cavab oldu 1, 3, A variantı. Tərcümədə deyir ki, müəllimlərin icrası Monday-də keçirildi ya da keçiriləcək. İsə 102-ci testə baxaq. 102-də Jackson nephew. Nephew bilirik ki, kişi cinsidir və daha doğrusu cəmdə olan isimdir. Nick'in qardaşı oğlanları ya da bacısı oğlanları. Cəmdə olduğu üçün xəbər də cəm olmalı idi. Ona görə izi dazı çıxırıq. Cavab olur 3 və 4, yəni B variantı. 104-cü testə də baxaq. 104-də bizdən soruşulur. A few drops of water. Bilirik ki, water sayılmır, amma of var. Ofdan əvvələ baxırıq. Drops cəmdə, were cəmdə. 1 doğrudur. 2-də baskets, vedra. Hansı vedra? Su ilə dolu vedra. Həmişə full ofdan əvvələ baxırıq. Baskets cəmdə, was təkdə. Ona görə də bu yanlışdır. 3-cü testdə of var. Ofdan əvvələ baxırıq. Page cəmdə, contains təkdə. Tutmaq, saxlamaq deməkdir. Ona görə təkdədir də yanlışdır. Feilin sonundakı S nə bildirdi demişdik? Təklik bildirir. Ona görə bu yanlışdır. 4-də isə financial pages of var. Ofdan əvvəl pages yazılıb. Xəbər isə interestdir. Bu doğrudur. Cavab oldu 1 və 4. A variantı. İndi isə gəlin tərcümə edək. Deyir ki, suyun çoxlu damcıları əlavə olundu. Qarışığa su damcıları əlavə olundu. 1 doğrudur. 4-də isə deyir ki, bu qəzetin finansal səhifələri həmişə biznesmenləri cəlb edir, maraqlandırır. Ona görə cavab oldu 1, 4. İndi isə gəlin 112-ci testə baxaq. Economic cooperation with foreign countries. Viz var. Vizdən əvvələ baxırıq. Cooperation təkdə olduğu üçün xəbər də təkdə olmalı idi. Xəbər necə təkdə olur? Feilin sonuna S artıraraq 1 doğrudur. 2 yanlışdır. Have yox, has olmalı idi. 4-də are yox, is olmalı idi. 5 isə doğrudur. Will provide. Cavab oldu 1, 5. B variantı tərcümədə deyir ki, xarici ölkələr ilə ekonomik əməkdaşlıq provide təmin edir böyük avantajlar. Demək ki, cavab oldu 1 və 5. İndi isə 113-cü testə baxaq. Pronoun dərsindən bilirik ki, everybody törəmədir və törəmələrin xəbəri həmişə tək olur. Ona görə now olan variantları çıxaq. Now düzdür və will know düzdür. İndi isə ikinci tərəfə baxırıq. That, water, su, suyun xəbəri artıq tək olmalı idi. Ona görə were olmaz. Willdən sonra feil gəlməli idi. Bu da necessary gəlib. Ona görə will olmaz. Willdən sonra will be necessary olmalı idi. Ona görə cavab oldu B variantı. Deyir ki, hər kəs bilir ki, su həyat üçün necə vacibdir. İndi isə 21-ci testə baxaq. Nöqtələrdən sonra emən gəlib. Emən təkdədir. Ona görə də biz tək xəbər qoymalıyıq. Əvvəlcə gəlin burada cəm xəbəri çıxaq. Qaldıq A, B, C-dir. Və bu indi sizə izah eləyəcəyim qayda artıq toplulara yeni əlavə olunmuş qaydadır. Bunu bir dəfədə qaydada izah etmişəm. Bir dəfədə buradan sizin üçün izah edirəm. Diqqət edin. İngilis dilində bir var. There is ya da there are, bir də var it is qaydası. Yadınızda saxlayın. There is qaydası vardır deməkdir və bu cümlələrdə əsasən məna olaraq cümlə vardır mənası verməlidir. It is isə odur mənası verməlidir. Odur, nöqtələr, odur. Şəxsi cümlələrdə, məsələn, soyuqdur, istidir, qaranlıqdır, qəşəngdir, pisdir. Bu cümlələrdə it is istifadə olunur. It is əsasən, bir daha deyim, təqdimat ya da hər hansı bir təsvir cümlələrində işlənir. There is, there are isə bir məkanda bir şeyin olduğunu göstərir. Bir məkanda bir şeyin olduğunu göstərir. İndi bu testə diqqətlə baxın. It is a man on the roof. Damda bir kişidir. Yox, bir kişi var deməliyik. Ona görə biz buradan it is qaydalarını, it was qaydalarını çıxırıq. Qalırıq B və C arasında. B və C-ni çıxırıq, qalırıq A və D arasında. Bəs burada mənaca hər ikisi uyğun gəlir. Damda bir kişi var idi ya da damda bir kişi var. Zaman dərsindən bilirik. Look əmr cümləsidir və əmr cümləsi hər zaman indiki zamanda olur. Yəni bax, filan şey olub, bax, filan şey var. Yəni lookdan sonraki zaman heç vaxt keçmiş olmur. Ona görə də cavab olur D variantı. D, bax, damda bir kişi var. Ya vaxt var, indi var. Əmr cümləsi qarşısını indiki zamanda istəyir. Demək ki, cavab olur D variantı. İndi isə 125-ci testə baxaq. Eyni qayda burada da var. Diqqətli olun. Əvvəldə dedik, there is, there are dedik. Var ifadəsi idi. Bir məkanda bir şey var. It is isə daha çox təqdimat, təsvir mənalı bir sözdür. Ona görə mütləq bu testləri tərcümə etməyə çalışın. Ümumiyyətlə oxuduğunuz hər şey ingilis dilində artıq oxuyub anlama tipli olmalıdır. Çünki artıq testlər belə oxuyub anlama qaydalarına çevrilir. Əvvəl məsələn bir testdə bir şey variantla çıxırdın, tapırdın, amma indi o şeylər artıq mümkün deyil. Çünki qaydalar əsasən artıq tərcüməyə yönəlib. İndi baxırıq birinci cümləyə. Deyir ki, bağda yalnız bir ağacdır ya da bağda yalnız bir ağac var. Görürük ki, burada var ifadəsi oturur. Ona görə biz burada there is olan ifadələri saxlayırıq.
Bir ağac təkdə olduğu üçün have been də çıxır. Ona görə yeni də çıxıram. I ilə seni də çıxırıq. Çünki bağda yalnız bir ağacdır mənaca uyğun gəlmədi. İndi gəlin ikinci tərəfə baxaq. Lakin artıq it is not ya da it was. İndi tərcüməyə baxırıq. Tərcümə ilə deyir ki, bağda yalnız, bizim bağımızda yalnız bir ağac var. O da ki, hündür deyil olmalıydı. Mənaca, o da ki, hündürdür ya da o da ki, hündür deyil. İndi zaman uzlaşmasına diqqətlə baxın. Bağda yalnız bir ağac var, o da hündür idi. Mənaca uyğun gəlmədi axı. Mən bu ağac haqqında məlumatı indi verdimsə, zamanı da indi deməliyəm. Yəni bu zamanlar bir-birinə bərabər olmalıydı. Ona görə B variantı yanlışdır. Cavab olur D variantı. Deyir ki, bağımızda yalnız bir ağac var, o da hündür deyil. İndi isə gəlin 130-cu testə baxaq. 130-da bizdən soruşulur. Nöqtələrdən sonra gəlib nothing. Nothing bilirik ki, cansız törəmədir, təkdə olmalıydı xəbəri. Burada bir gözümüzə batan bir qayda var. The reason. Bunu çıxaq çünki isn't inkar, nothing inkar. Belə bir cümlə işlətmək olmaz. A, B, D arasında qalırıq. İndi tərcümə etməliyik. Odur ya da vardır. Deyir ki, yox, heç nə to do here. Burada etmək üçün heç nədir, yoxsa heç nə yoxdur. Demək ki, mənaca heç nə yoxdur uyğun gəlir. It is, it was qaydalarını çıxırıq, qalırıq D və Y. İkinci tərəfə baxırıq. A boring place. Darıxdırıcı bir yerdir ya da darıxdırıcı bir yer var. Cümlənin birinci tərəfində demişdi ki, I don't like this place. Mən bu yeri xoşlamıram. There is nothing to do here. Burada etməli heç nə yoxdur. It is a boring place. Bura darıxdırıcı yerdir. Ona görə də burada cavab olur Y variantı. D variantında isə həm zaman uzlaşması səhvdir, həm də mənaca səhvdir. Çünki burada don't like indiki zamanı idi, there was isə keçmiş zamandır. Ona görə burada cavab oldu Y variantı. Həm də ikinci tərəfə diqqətlə baxın. Burada bir təqdimat var, bir təsvir var. Darıxdırıcı yerdir. Mənaca bir təqdimat var. İndi isə gəlin baxaq 132-ci testə. Yenə there is zira qaydası ya da it is qaydası idi. Deyir ki, bura yaxın workshop var ya da daha doğrusu bookshop var ya da bookshopdur. Demək ki, bura yaxın bir kitab mağazası var. Mənaca var olmalıydı. Ona görə B variantındakı is, daha doğrusu it is qaydaları C variantındakı is it çıxır. Qalırıq A, Y, S, D. İndi ikinci tərəfə baxaq. İkinci tərəfdə deyirik ki, this streetdə bir dənə, in this street, bu küçədə biri var. Yenə olmalıydı zera qaydası. Ona görə is it olan variantları çıxıram. Itlə olan variantları çıxıram. Cavab oldu ya A ya da B variantı. Gördüyümüz qədərilə bu cümlələrdə həm zamanda fərq var, həm də bir struktur səhvdir. Gəlin o struktura baxaq. Burada there will be olmalıydı. Çünki there is zera ifadəsinin indiki zamanı there is zera, keçmiş zamanı there was, there were, gələcək zamanı isə there will be-dir. Ona görə A variantı strukturca səhv olduğu üçün cavab oldu B variantı. Tərcümədə nə deyir? Is there a bookshop near here? Bura yaxınlıqda bir kitab mağazası var. O da deyir ki, bəli, there is one in this street. Bu küçədə biri var. İndi isə gəlin baxaq 136-cı testin izahına. 136-cı testdə bizdən soruşulur. Yenə eyni qayda there is zera qaydası. Deyir ki, bu küçədə üzgüçülük hovuzu var. Hovuz təkdə olduğu üçün birinci cəmləri çıxaq. Will there be olmalıydı. Bayaq da qeyd etdik ki, there is zera ifadəsinin gələcəyi there will be-dir. Be yoxdursa struktur səhvdir. A variantında və Y variantında it is qaydasıdır. Bu küçədə üzgüçülük hovuzudur, uyğun gəlmir. Çünki artıq məkan varsa demək bu there is zera ifadəsidir. Ona görə cavab oldu. B variantı tərcümə ilə deyir ki, bu küçədə üzgüçülük hovuzu var. O deyir, no, I am afraid not. Yox, mən qorxuram ki, burada yoxdur. Yəni, indi isə gəlin baxaq 140-cı testdə. What is that noise? Bu nə səsidir? İndi biz nə deməliyik? Qatar var. Birinci bu cümlə indiki zamandadır. Mən indiki zamanda soruşuram ki, bu nə səsidir? Demək ki, qarşı tərəfdə indiki zaman olmalıydı. Burada keçmiş olanları çıxıram. There will-in B'si yoxdur. Bunu çıxıram. Qalıram is it ya da it is. Bu cümləmiz sual cümləsi olmadığı üçün is qabağa gəlməməliydi. Is it yox, it is olmalıydı. Ona görə cavab oldu. D variantı. Deyirəm ki, it is a train. O qatardır. Mənaca diqqət olun. Deyirəm ki, what is that noise? Bu nə səsidir? O da deyir ki, o qatardır. Yəni qatarın səsidir. İndi isə 142-ci testə baxırıq. Do you think, sən düşünürsən ki, a lot of people at the party next Sunday, gələn bazar günü partidə çoxlu adam olacaq. Demək ki, bu cümlə gələcək zamanda əvvəlcə there were çıxıram. Sonra it has been, it have been indiki zamanlardır. Bunları da çıxıram. It will be ya da there will be. Diqqətli olaq. Demək burada a lot of people, çoxlu insanlar, partidə çoxlu insanlar var mənasını verməlidir. B variantı isə dırdır olur. Partidə çoxlu insanlardır. Mənaca uyğun gəlmir, ona görə cavab oldu 142-də A variantı. İndi isə gəlin 144-cü testə baxaq. Baxın, bu tipdə testlər biraz qarışdırıcı olur. Ona görə buraya tam diqqət edin. Cümləmizdə göstəricimiz var yesterday. Yesterday'yə görə biz bura gələcək there will be-ni qoya bilmərik, it will be-ni qoya bilmərik. Cavab olur A, B, Y. İndi
Yesterday dünən güclü külək var idi. Güclü küləkdir. Külək var idi daha məntiqli olur. Ona görə A və B variantları daha dəqiq ola bilər. İkinci tərəfdə deyir ki, gəzmək çətindir. Görürsüz burada sifət verilib. Biz də demişdik ki, zeri zira ifadəsində olmalıydı isim. D variantı ilə buna görə də yanlışdır. İndi zaman uzlaşmasına baxaq. Dünən hava pis imiş, dünən güclü külək var imiş və dünən gəzmək çətin imiş. Ona görə A variantındakı it is zamanca yanlışdır. Cavab olur B variantı. Tərcümə ilə dünən güclü külək var idi. Ona görə də gəzmək çətin idi. İndi isə gəlin baxaq 148-ci testin izahına. 148-də bizdən soruşulur. Foggy on the motorway this morning. Bu cümlə təsdiqdir. Təsdiq olduğu üçün A variantında is there variantımızı çıxırıq. Qalırıq digər variantlarımız arasında. İndi baxaq, foggy dumanlı. Dumanlı sözü sifətdir. Sifət olduğu üçün biz buna zeri zira ifadəsi qoya bilmərik. Çünki zeri zira isim istəyir. Zeri deyir ki, there is, deyilən ki, there is fog. Duman var idi. Amma burada deyir ki, dumanlıdır. Demək ki, bu hər hansı bir təsvir, təqdimat funksiyası daşıyır. Ona görə bu it is qaydasıdır. Qalırıq C və D variantları arasında. Bayaq da dedik ki, will varsa mütləq feil olmalıdır. It will be foggy deməliydi. Dumanlıdır. Ona görə D variantı yanlışdır. Cavab oldu C variantı. Tərcümədə deyir ki, bu səhər motorwaydə dumanlı idi. Ona görə cavab olur C variantı. İndi isə 150-ci testə baxırıq. Next Monday gələn birinci gün. A meeting of the company. Şirkətin iclasıdır, yox, iclası var olmalıydı mənaca. Ona görə baxırıq. Gələn bazar, gələn birinci gün, gələcək zaman olduğu üçün biz buradakı keçmişləri, indikiləri çıxırıq. A variantı və D variantı arasında qalırıq. İndi tərcümə edirik. Gələn bazar şirkətin iclası var mənaca uyğun gəlir. İclasıdır uyğun gəlir. Mənaca olur. İclası olacaq. Cavab oldu D variantı. İndi isə 152-ci testə baxırıq. Baxın, cümlədə a lot of snow çoxlu qardır, yoxsa çoxlu qar var. Demək bu olmalıydı, çoxlu qar var. Və cümlədə since last week var, keçən həftədən bəri, yəni bu günə kimi. Biz də zaman dərsində keçmişdik ki, since-dən əvvəl indiki bitmiş olur. Ona görə də biz bura indiki bitmiş qoymalıyıq. There have been olmaz, çünki snow sayılmır, have də cəmdir. Ona görə bu yanlışdır. B variantında is there sual strukturudur. Is əgər to be-dən qabağa keçibsə, amma bura tamamilə təsdiq bir cümlədir. Ona görə is there səhvdir. D variantında da eyni ilə is there-dir, səhvdir. Qalırıq iki variant arasında C və Y. Since qaydası demişdik ki, məndən əvvəl bitmiş olmalıdır. Ona görə there is ifadəsi yox, there has been qaydasını bilməliyik. Ona görə cavab oldu Y variantı. Tərcümədə deyir ki, keçən həftədən bəri çoxlu qar var. It is very cold. Çox da soyuqdur. İndi isə gəlin 155-ci testə baxaq. 155-də bizdən soruşulur. The language courses. Dil kursları. Kurslar cəmdə olduğu üçün xəbər də cəmdə olmalıydı. Ona görə is, was çıxırıq. Cavab olur 2 və 3. Və tərcümə ilə deyir ki, dil kursları yaxşılaşdırıldı Education Departmenti tərəfindən. İndi isə baxaq 59-cu testə. 59-da of var, ofdan əvvələ baxırıq. Products cəm olduğu üçün xəbərdə cəm olmalıydı. Ona görə cavab oldu 1, 2. Tərcümə ilə deyir ki, kəndin məhsulları satılır müxtəlif ölkələrdə. Bununla da agreement mövzusunun sonuna çatdıq. İnşallah ki, bütün çətin testlərə toxuna bildik. Qalan testləri, bütün izahları əsasında siz də variant çıxa və tərcümə edə yazın ki, çox da səhviniz çıxmasın. Növbəti izahlarda görüşərik.